1 stəkan süt, 1 stəkan su, 3 xörək qaşığı şəkər, şəkəri artıra da bilərsiniz. 1 xörək qaşığı maya qarışdırırıq. 2 yumurtanın ağı, 6 stəkan un. Unumuzu az-az əlavə edirik. 1 çay qaşığı duz. 50 qram kərə yağı. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 50 dəqiqə acıdırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Xəmirimizi 12 hissəyə ayırırıq. Kündələyirik. Qabımızı duru yağla yağlayırıq və kündələrimizi qabımıza yığırıq. Üzərinə də yağ vururuq. 10 dəqiqə dinləndiririk. Dinləndikdən sonra əlimizlə açıb rulet kimi bükürük. Videoda göstərdiyim kimi forma veririk. Üzərini örtüb 10 dəqiqə dinləndiririk. Üzərinə 2 yumurtanın sarısı, 1 çay qaşığı süt, 1 çay qaşığı duru yağ qarışdırıb vururuq. Əvvəlcədən isitdiyimiz 190 dərəcə sobada 20-25 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.